Əslində bir şey deyim, o hansı ki siz deyirsiniz, əvvəl aboy vurulur, sonra üzərindən boya çəkilir də. Onun əslində bir dənə üstün cəhəti də var. Mən onu görmüşəm də, üstün cəhəti nədir? Ola bilər də indi bir yer hansısa bir yer zədələnə bilər və yaxud da nəsə ola bilər. Sadəcə olaraq onun üzərinə həmin yerə bir dənə kraska vurulur. Всё bilinmir. Ümumiyyətlə heç elə bil ki, heç ora əl vurulmayıbdı. İstəyir boya olsun, istəyir aboy olsun, yəni divar kağızı olsun, fərqi yoxdur. Hər tərkib etibarı ilə indi hal-hazırda filizilin tipli aboylar daha çox istifadə olunur. İnanmıram ki, kimsə indi hal-hazırda o aşağı ucuz aboylardan istifadə etsinlər. Çünki o belə deyim də sizə, onların da özünün vurulma texnikasında, ucuz aboylarında vurulursa, baxırsınız ki, çox yerdə stıklar əmələ gətirir, yəni şovlar əmələ gətirir və o kəsintisində problem olur deyə. Ona görə yəni çox az istifadə olunur. Daha çox kirayə verilən mənzillərdə o ucuz aboylardan istifadə olunur. Amma ümumiyyətlə, bəli, divar kağızlarının tərkibinə görə ekoloji təmiz olan məhsulların keyfiyyəti baha olur. Bu həm boyalara aiddir, həmçində divar kağızlarına aiddir. Məsələn, divar kağızı və boyaların xüsusi bir növləri var ki, məsələn, boyanın özündə gümüş tozu effekti var ki, o bir növ bronxial asma üçün nəzərdə tutulur. Bəli. Uşaq otaqları üçün xüsusi boyalar var ki, uşaq divara əlini sürtüb ağzına vursa belə yaş bir şəkildə heç bir problem yaratmır. Yəni o dərəcədə ekoloji təmiz məhsul hesab oluna bilər. Boyanın özünün, yəni biz boya deyib keçirik, az olsa problemli olan divarlarda parlaq boyalardan istifadə oluna bilməz. Nə qüsur varsa hamısını göstərir. Ekstra mat deyilən bir növü var ki, hansı ki o elə bil işığı udur. O boyadan istifadə olunmalıdır. Kif əleyhinə boyalar var ki, onlar sanitar qovşaqlarda və istifadə olunmalıdır mətbəxlərdə. Çünki su ilə kontaktda olan yerlərdə istifadə olunur. Boyalar var ki, bunlar daha çox freskolar hesab olunur. Su ilə təmasdan qorxmurlar. Qorxmur. Sanitar qovşaqlara belə divar kağızını istifadə edə bilərsiniz. Sanitar qovşaq? Sanitar qovşaqlarda, bəli, indi hal-hazırda elə aboy nümunələri var ki, divar kağızları var ki, onları birbaşa sanitar qovşaq çox rahatlıqla istifadə edə bilərsiniz. Bunlar freskolar gedir. Bəli, çox maraqlı ümumiyyətlə bizdə bir qorxular var. İstəyir aboyla, istəyir boya ilə bağlı. Yəni biz elə standartlardan yavaş-yavaş çıxmağa başlayırıq, elə yeməkləyirik. O standartlardan çıxanda bizim də işimiz rahat olacaq əslində. Onların da işi rahat olacaq. Ona görə ki, biz onların nə istədiyini yeni bir üsulla tətbiq edib verə biləcəyik onlara. Yəni, amma yetər ki, bu məsələlər birazca açıq olsun və maarifləndirilmə doğru olsun.